Traderlərin əsas statistiki körpüsünün təməl parçası olan Hərras teoremindən danışacağam. Təməl 3 qanunu izah edəcəm. Bunları eyni zamanda YouTube-da da bir dərsdə izah etmişəm, amma belə də qısa videoda başa düşmüş olacaqsınız. Amma yenə deyirəm, bu dərin mövzudur. Sadəcə üzrdən izah edirəm. Deməli, Hərras teoremi, yəni Auction Market teoreminin 3 əsas qanuna bölürəm mən. Qiymətin hərəkətini, yəni hərracın irəliləyişini və s. 3 dənə səbəblə izah etmək olar. Yəni 3 qanunla izah etmək olar. Birinci məsələ odur ki, qiymət balans tapır. Qiymət mütləq ki, balans tapmalıdır, qəbullanma tapmalıdır. Bu balans nədir? Bunun əsası normal distribution. Yəni normal distribution nədir? Qəbullanma zonası, balans zonası. Qiymət əgər ki, bir yerdə qəbullanmağa başlanırsa, həmin hissədə artıq aktivlik bir nöqtədə çox böyük olur, get-gedə kənarlara doğru azalır. Normal paylanmaya başqa həyati nümunələr çəkə bilərik. Məsələn, insanların boy ölçüsü statistikasına baxsaq, keçən həftə bir sorğuda keçirmişdim. Boy ölçüsü məsəl üçün get-gedə artır, 1.80 olan insanlar, yəni 1.70-1.80 olan insanların sayı daha da çoxdur, 1.80-1.90 olanların sayı daha da azalır. Yəni beləcə bir normal paylanma körvü görürük biz. Qiymətdə də eyni zamanda bu keçərlidir. Normal distribution qiymətdə də eyni işləyir. Yəni bir nöqtədə artıq fəaliyyət pik həddə çatır. Həmin pik həddən sonra kənarlara doğru icra olunmuş əmrlər azalmağa başlayır. İkinci qanun odur ki, failed auction, uğursuz keçmiş hərrac. Hərracın uğursuz keçməsi, yəni nə deməkdir? Qiymət bir balans zonası tapır, bir paylanma zonası tapır. Orada qəbullanır, zaman keçirir. Market profillərə baxa bilsək, görərik ki, qiymət orada kifayət qədər zaman keçirib. Amma nə baş verir? Bu burada daimi qalmayacaq təbii ki. Qiymət yeni bir balans zonası axtarır, çünki artıq oradakı iştirakçılar bitir. Oradakı əmrlər icra olunur, likvidliyə icra olunur və maraq azalır həmin zonaya və qiymət normaldır ki, mütləq ki, yeni balans zonaları tapmalıdır. Və belə nə olur? Bu balans zonasını tərk edir. Amma bunun kənarında qiymət hərrac tapa bilmir, qəbullanılmış hərrac tapa bilmir. Buna uğursuz keçmiş hərrac deyilir və qiymət əvvəlki hərrac zonasına qayıtmalı olur. Bu ikinci qanundur, yəni failed auction, uğursuz hərrac. Və üçüncü, son qanuna da baxsaq, qiymət iki hərrac zonasında transfer olunur, çatdırılır. Yəni necə deyim? Bir dənə yerdə artıq paylanma, yəni necə deyim, əmrlər kifayət qədər icra olunduqdan sonra orada nisbətən həcm formalaşır. İstər günlərlə hətta qiymət overlap edib də eyni zonada qəbullanıla bilər. Daha da güclü bir səviyyə halına gəlir beləliklə. Sonra deməli bu qəbullanıldıqdan sonra qiymət artıq başqa bir hərrac zonası yaratmağa və yaxud da mövcud başqa gündən qalmış bir qəbullanma zonasının içinə getməli olur. Bu isə balanssız hərəkət adlanır. Adətən biz buna trend deyirik və yaxud da düz hərəkətlər deyə bilirik. Düz hərəkətlər balanssız hərəkətlərdir. Düz hərəkətlər necə olur? Sadəcə heç bir qəbullanma tapmadan qiymət bir yerdən digər yerə transfer olunur və orada başlayır artıq qiymət həqiqətən qəbullanma tapsın. Həmin iştirakçılar həmin qiymətdən alım-satım eləməyə razı olsun. Limit əmrləri versinlər, aqressiv əmrlər limitləri doldursun, həmin zona maraq görsün. Və beləliklə bunlarla birlikdə biləcəyiniz ən təməl şeylərdən biri də acceptance-dən rejection-dır. Rejection bir dənə failed auction-da lazımdır, çünki qiymət hərrac zonasını tərk edə bilmir, kənarına çıxır, yəni az həcmli zonaya çıxır və əvvəlki paylanma zonası, hərrac zonasına qayıtmalı olur. Acceptance isə odur ki, qiymət bir yerdə hərrac tapır və həqiqətən qəbul olunur, orada zaman keçirməyə başlayır get-gedə və beləliklə biz value profildə həmin zonanın get-gedə şişdiyini görürük.